Türk tarix yazmıyor, tarix yaradır. Və onun yaratdığı tarixi həmişə əcnəbilər yazır. Yəni qələm həmişə düşmən əlində olur. O da istədiyi səmtə yazır. Türkün tarixini, onun uğurlarını, onun nəzifliyini, onun mərdanəliyini. Tarix başqalarının əli ilə yazıldığı üçün bütün tarixi daha çox adlarda, toponimlərdə yaşayır. O cümlədən bizim veriliş hazırladığımız kanal olan Zəngəzur kanalı da Türkün əski yaddaşını yaradan toponimlərdən biridir. Nə yazıqlar ki, Zəngəzur torpağı illərdən bəri düşmən tapdağı altındadır. Hazırda da dünyanın siyasət meydanının mərkəzinə çevrilir. Zəngəzur dəhlizi adı ilə. Bu mənada Zəngəzur kanalı həm də bir millətin tarixi ilə bağlı rəmzi məna kəsb edir. Bundan başqa buna yaxın analoglar, adlar, toponimlər var ki, Zəngi basar, Gəncə basar, Gedi basar. Bunlar tarixin dünəni ilə bu günə qoşa addımlayır. Elad həyat tərzini bütün bəşər övladı öz taleyindən keçirib. Ancaq bu gələnək bizdə həyat normasına çevrilib. Həyat tərzimizlə bağlı aranlı, yaylaqlı ömür bizim bir ömürlük dostumuza çevrilib. Heyvan bəsləmək, at, ilxı becərmək, yayda ala yaylaqlara suvar olmaq, payıza dönəndə arana, qış oturaq məkanlara üz tutmaq, biz Oğuzların daimi həyat norması sayılıb. Bu bizim ömür gün yazımızdır. Ulularımızla yanaşı ağbirçəklərimiz də çiynində 5 açılan altında kəhər at arandan yaylağa çapıblar, yaylaqdan arana. Bu həyat tərzi çağdaş günlərimizə qədər davam edir. Biz köynədən, keçmişdən, mən uşaq ikəndən biz Elad adam olmuşuq. Ata-baba dağa arana gedib gəlmişik. Yayda dağlar yaylağımız olur. Qışda da öz Qarabağımız bizim qışdağımız olur. Son vaxtlar bir neçə ildir, 91-ci ildə bizim o dağlardan çıxdıq. Çox zulmlar, çox pis günlər gördük. Yüzlənirək qonşular bizə çox əzab əziyyət verdi. Nə qədər əzablar çəkirdik, qaçırdılar, gecə-gündüz qaçırdıq. Bəli, elə oldu ki, aradan çox keçdi. 30 il keçəndən sonra bizim ölkə prezidentinin böyük əməyinin sayəsində çox böyük hünər göstərdi. Bizim çoxlu şəhidlərimiz oldu. Bizim çoxlu vətən yolunda canına keçən oğlanlar oldu, yaralılarımız oldu. Biz onun hamısının qarşısında baş əyirik, minnətdarlığımızı bildiririk ki, böyük əməklərinin sayəsində başda prezident olmaq şərti ilə biz getdik, çıxdıq həmən dağlara. Tərəkəmə həyat tərzi bütün bəşər övladının ilkin məqamda keçdiyi həyatdır. Yəni təbiətə uyğun olaraq
yayda sərin yerlərə, qışda isti yerlərə getmək cümlə bəşər övladının vərdişi olur. Ancaq qədim türklərdə bu ənənə bir qədər uzun çəkir. Bu yəni təsərrüfatınla, məşğul olduğu sahə ilə, heyvandarlıqla bağlı bunun həyat norması formalaşır. Yayda yaylaqlara gedir, qışda arana gəlir. Yəni qışdağı yaylağı məlum tərəkəmə elat cəmaatı olur. Sevdiyi heyvanlar at olur, it olur, özdə qurt basan itlər deyirlər onlara. Budur tərəkəmənin bini qədimdən məşğuliyyəti. Atadan oğula, oğuldan nəvəyə, nəvədən nəticəyə ötürülür. Kəklik Əhmədova dədə babadan bu yolun yolçusudur. Kiçik yaşlarından kəhər atın belində, qoyun sürüsünün arxasında, göy yaylaqlarda gəzib dolanır. Kəklik Əhmədova 70-i haqlasa da öz həyat tərzini dəyişməyib. Biraz var Kəlbəcər yaylağından qayıdıb. Düzdür, çoban işləmək laf çətindir. Çoban gərək o qədər qorxmaz ola ki, qoyun saxlamaq çətin şeydir, çox çətin şeydir. Ondan sonra elə oldu ki, kolxoz dağıldı, Sovet hökuməti ləğv oldu. Mən sahibkar oldum. Bir neçə ildə sahibkar işlədim. Sonra mən 2000-ci ildən bələdiyyənin üzvü oldum. Ondan sonra 2005-ci ildən 20 ilə yaxın mən bələdiyyə sədr işləmişəm. Sülkət bələdiyyəsində sədr işləmişəm. Bələdiyyənin fəaliyyəti əsasən kət cəmaatının vergilərindən asılıdır. Da bələdiyyə bir yerdən bir manat gəlir, gəlmir. Vergini versə, nə desən eləyərsən. Mən o bələdiyyə binasının 30 metr boyudur, 27 metr eni. Onun üstü getdim ki, sırtı tökülü yağan yağış hamısı otaqdadır. Nə qədər təmir elədik, nə elədik, nə ağardısa mələrmədi. Sonra mən onu elə sıfırdan üstünü dəyişdirdim. Ondan sonra içində yaxşı elə vaxt gəldikcə, aboylar tərk olduqca 20 də azıl deyil elə. Onu da səlgiyə saldıq, otağı da səlgiyə saldıq. Ondan sonra onun böyründə bir kulüb var, onu da qəşək düzəltdik. Hamısı xərc xəsarətdir də. Təbii. Ondan sonra qəbristanlığın böyrün rəşotqalatdıq. Sülü kəndinin az qal 5000-dən artıq əhalisi var. Çox çətin kənddir. Məşğuliyyəti nədir halinin? Əhali hamısı öz təsərrüfatı ilə məşğuldur. İslahat gedəndə Allah rəhmət eləsin, qəbrin nurla dolsun. Ölü öndərimiz bunların hamısına torpaq verdi. Məhlədən, çöldən, əkin, biçin, kət cəmatıdan buna nə lazımdır? Buna lazımdır ki, torpağın əkə biçə dolana. Hamısı əkinçiliyi eləmək, hamısı xırda fermer təsərrüfatdır. Özüm belə fikirdəyəm ki, bələdiyyə gedən yırtıb dağıtmaqdan ötürü yox, quruf yaratmaqdan ötüründür. Bələdiyyə, mən məsəl üçün bu günlər bir deyir, mənə sahibkarlığa torpaq ver, bunu mən alıram. O alqı-satqı mümkün deyil, çünki bu gün mən varam, sabah yoxam. Amma icarəyə verilməlidir ki, bütün sahibkarın torpaqları. Mən 20 ildə bir dənə yer satmamışam. Hamısı icarədədir. Ona görə də Bərdədə bizim Ədliyyənin regional idarəsi var. Eldəniz müəllim bir neçə ildən bundan qabaq mənə dedi ki, mən hara gedəndə bir səni, bir də Yevlaxda bir bələdiyyə sədri var, o da köhnədən qalıb. Onu misal çəkirəm ki, bunlar heç bələdiyyə torpağı satmıyor. Vicdanla gərək işləyə, bəli. Nəyinsə xatirinə yox. Elin xatirinə, gələcəyin xatirinə, torpaq xatirinə, bəli. Kəklik Əhmədova Hüslü kənd bələdiyyəsi seçilib. Uzun illərdir ki, Hüslüdə kənd torpaqlarının cəmaatının istifadəsinə verilməsi işini uğurla başa çatdırır. Bələdiyyələr içində barmaqla göstərilir onun gördüyü işlər. Adətən bələdiyyələrə güya torpaq satıb pul aldıqları qüsur kimi göstərilir. Səmimi deyək ki, bu bəlkə də var.
Ancaq öz əməyi ilə şöhrət qazanan Kəklik xanım torpağın müqəddəsliyinə and içir ki, bir qarış bələdiyyə torpağını heç kəsə satmayıb. Bu 70 yaşlı zəhmət adamının əlinin qabarı, sözünün qüvvəti onu deyir ki, sözündə haqlıdır. Kəndçiləri söyləyir ki, Kəklik, sənin qədrin sonra bilinəcək. Mən ki belə görürəm, qorxuram ki, həqiqət yolçularının qədri heç sonra da bilinməsin. Bu il 8 martda bizim prezidentimiz, Ali Baş Komandan məni tərəqqi medalı ilə təbrik eləmişdi. Mən ona öz təşəkkürümü bildirirəm. Ona uzun ömür, can sağlığı, həmişə Allah onun arxasında dursun deyirim. Həmişə də arzulamışam. Haqq, ədalət var. Ədalət həmişə var. Kim desə ki, haqq, ədalət yoxdur. Prezident məni o medalla təbrik edildi. Mən heç onu bilmədim ki, bu hardan gəldi, nətər gəldi. Aradılar, axtardılar bunu. O mənə tərtib elədi məni, bəli.